Salamlar, vaxtınız xeyir olsun əziz futbol sevərlər. Qaraçuxur Konferans Liqasının günün açılış maçındayıq. Müqavimət və Ateşkar komandaları qarşılaşır artıq. Hakimin də start stili səsləndirilib. Hər iki komandalara uğurlar arzulayırıq. Bol qollu, haqlı, ədalətli, gözəl bir maç diləyirik. Müqavimət komandasının heyətləri ilə ilk öncə sizləri tanış edək. 10 Sadiq, 9 Aydın, 99 Faris, 3 Ağa, 8 Azer, 77 Yusif, 7 Əli, 20 Emil, 12 Vüsal, qalkiper Fərid. Ateşkar komandasının isə heyətləri belədir. Qapıda 1 Ruslan, 5 Rəşad, 11 Yaşar, 10 Cavidan, 20 Rəhman, 77 Faiq, 9 Tural Hacıyev. NF olaraq meydanda mübarizə aparır. Qırmızılı formada Müqavimət komandası, göylü formada isə Ateşkar komandası. Hal-hazırda Ateşkar komandası da topladı. Onlardan hücum əmləsi istəyə bilərik. Rəşad topa sazına, Tural Hacıyev istiqamətində Sadiq, Fariz baxdı qapıya, qüvvətli zərbə indirdi qalkiperdən. Maçın ilk refleksi gəlir Ruslan tərəfindən. İş kurtarış. Yeniden Fariz. Bir pauza geldi Ozun Ata. Sadiq'le oynayandı yanda. Cərmə meydansasına ötürmə ünvansız şəkildə auto yolanda. İzləyicilərimiz hər biriniz xoş gəlmişsiniz, səfa gətirmişsiniz, hər birimizə xoş izləmələr arzuluyuruq. Neyinirik? Maksimum şərhimiz, bizdən maksimum dəstək, bəyəni, paylaşım dəstəyi də sizdən gəlir. Bu arada Tural Hacıyevdən ikinci zərbə çəkdi. Qapıdan yan keçir. Necəsiz dəyərli izləyicilər? Neçə vaxtı ki canlı yayım yoxdur, neçə vaxtı oyunlar yoxdur, neçə gündür. Müqavimət komandasına hücum əmləsi Fariz. Ötürmə keçmədi. Yaşar. Üçüncüdən zərbə yerinə yetirilir. Sadiq cərmə meydansasına ötürmə bir qədər girdiyi qalında. Rəhman. Solsuna Cavidan. Cavidan boşluğu axtarı ötürmə etmək üçün Rəşadla oynadı. Yeniden Rəhman geriyə çəkilir. Yaşar. Cavidan sürətlənir sol cinahdan. Yusif təvcih nəticəsində topu qazandı. Sadiq. Ötürmə qarşılanır. Rəşad. Geriyə götürmə alınır Rəşad tərəfindən. Rəhman. Rəhmana qüvvətli zərbə qapçı. Üzərinə gələn bu topu da dəf eləyir. Cavidan. Tural Hacıyev. Rəhman. Pauza elədi. İşte olmayan sağ ayağına tuş gəlib. Zərbə indirməsinə də imkan vermədilər. Rəşad. Cavidan. 2-10 nömrənin barizəsini izlədik. Canlı yayımıza yeni qatılanlar, salamlar hər birimizə. Pasiv görürük. İzləyirsiniz, xoş izləmələr. İzləyərkən canlı yayımı paylaşmağı, bəyənməyi unutmayın yoldaşlar. Müqavimət komandası topladı. Daha bir zərbəyə blok. Yaşar. Geriyə doğru ötürmə, top ikisi var, Ağa. Mərkəzdə Sadiq qəbul edir. Təzyiq var onlara qarşı, geriyə çəkilməyə məcbur oldular. Azer yenə səliqəsiz şəkildə davam etsə belə topu hücumları davam edir. Farizin ötürməsi keçmədi. Əksüm əmləsi Ateşkardan gələcək. Tural Hacıyev. Tural Hacıyevdən Cavidan. Cavidan. Nə ötürmə kimi, nə də zərbə kimi. Dəqiq alınır bu toxmuşu. Sazına ötürmə yenidən Fariz. Yaxanlar şəkildə ötürmə gəldi. Yusif. Sadiqin önünə doğru cərmə meydansasına qarşıladılar. Ötürmədi. Qaydan topa zərbə. Top qapının üzərindən keçir. Salamlar. Opşu verdi salama. Bir cavablamaq olmur öyle görürsəm. Cavidan. Sağ cinahla oynadı. Rəhman.
Yenidən Cavidan qəbul etdi. 2-10 nömrənin mübarizəsini deyəsən bugün tez-tez izləyəcək. Cavidanla Sadiq. Yenə də ikili 2-10 nömrənin mübarizəsində bu dəfə Sadiq qalib ayrıldı. Yusuf geriyə çəkilir, Ağa ilə oynadı. Azər. Ziyaganal ötürmə, altı yollanır. Bəli, konferansda. Rəhman. Yanında Rəşal müdafiə arxasına planlaşdırmış ötürmə. Tural Hacıyev. Tural çətin bir qədər pozisiyalarıyla. Mövqeyisi, zərbə mövqeyisi o qədər də əlverişli deyildi, amma çətin vəziyyətdə zərbə indirdi. Kornerdə qazandırır. Davikün zərbəsi. Tural Hacıyev. Yanında Cavidan. Tamamilə geriyə çəkildi Yaşar. Bir reyd gəlir ondan. Rəhman qüvvətli zərbələr. Malik oyuncudur, zərbə indirdi yaxın küncə, amma top çəsvənin üzərindən keçir. Cavidan zərbə mövqeyi axtarır. Blok gəldi zərbəsinə. Təzyiqlər davam edir Ateşşahdan. Tural Hacıyev nə etməyə çalışdı orada? Sadiq. Müqavimətdən hücum həmləsi izləyə bilərik. Ağa. Azər. Sadiq Yusiflə oynadı. Yaşardan çətinliklə olsa ötürmək keçir. Sadiq! Top dirəyin yanından keçir. Asazıq fərqlə yan keçdi. Oyun necə başlayıb, necə gedir, necə keçir? İkilərimiz maraqlıdır. Ümumiyyətcə konferans, Avroligada, Çempionlar Liqasında mübarizə aparan komandaların üzvləri varsa, liqa havalar necədir? Fikirlərimiz də maraqlıdır. Çəkilişlər, şərhlər, komandalar, rəqiblər, necə bir hava var? Fariz. Enten Yusuf'la oynadı. Bəli, bir daha nəzərimizə çatdıraq. Konferans liqasının günün açılış maçıdır. Müqavimət və Ateşşah komandaları qarşılaşıb. Alfanın üzvü burada var, Diora Parfüm. Bəli, kapitanı da Şamil. Deyəsən, digər üzvlər bir qədər utanır. Səsləri gəlmir, mesajları gəlmir. Bu arada hücum həmləsi müqavimət komandasından Fariz bir rəqimdən sıyrıldı. Baxdı qapıya. Sərbəndirir. Fariz. Belə bir fürsət əldən qaçarmı ay Fariz? 3-1 gəlmişdilər. Bəli, belə anlarda hər zaman bir ifadə yada düşür. Bu arada tabir hücum şansı. Müqavimətdən gələcək. Zərbə isə qeyri deyil. Elə fürsətlər əldən qaçarsa vurmayana vurarlar misalı. Çox vaxt işə düşür. Futbolun yazılmamış qanunlarından da Yaşar. Cavidan. Yanında yeniden Rəşad. Geriyə çəkildi. Yaşar. Rəhman pauza elədi. Sadiqdən amansız təzyiq var idi. Yeniden Cavidan. Küncdən zərbə digəsi artan. Çalışacağım. Sizin o fikirləriniz mənə bir qədər maraq qatır. Bəzən şərhimdə də kömək olur. Maraqlı sizin şərhlərinizə uyğun şərhlər gəlir bədayətən məncündə. Bu arada Rəşaddan təkbirdə epizod qapısına keçməyə çalışdı. Ursanlar. Hücum davam edir. Cavidan qapı çatından qaydır top. Kifayət qədər qüvvətli zərbə endirmişdi.
Out yerinə yetirilir. Sadiq birbaşa outdan fərqlənmək istəyirdi. Nə etmək istəyirdi? Rəhman. Cavidan ötürmə keçmədi. Şar geriyə çəkilir. Bəzən bizim izləyicilərdən artıq bayaq dediyim kimi bəzi şərhçi ifadələri, kreativ ifadələriniz varsa bildirin. Yerinə düşdükdə şərhdə bildirəcəm. Maraqlı olar, məncə əyləncəli olar. Həm siz şərhləri, oyunu izlərkən, həm də mənim üçün də fərqlilik olar. Kreativ, istər qalkiper refleksləri, istər hücum həmlələri, qüvvətli zərbələr, qol sevincləri. Baxaq görək sizdə bədahətən nə sözlər var, necə söz balansı var. Cavidan zərbəyə blok. Bu arada canlını izləyərkən paylaşın və bəyəni etməyi də unutmayın yoldaşlar. Əksü məmləsi müqavimətdən gələcək. Faris sıyrıldı bir rəqibindən. Sağ sınaq oynadı. Sadiq ötürməyə blok. Bu dəfə isə atəş atan əksü məmləsi. Cavidan sürətləndi sol sınaqdan. Diagon ötürmə sağ sınaq. Rəhman. Artıq önünü bağladılar onu. Şat. Yenidən Rəhman. Bax, qol gələrsə gecikəcəksiz. Bu arada time-out'a da ayrılır. Time-out yekunlaşdı. Şat. Zərbəyə blok. Palestra uyğun bir şər. Gələr əlbət. Bədahətən. Cavidan sağ saha. Rəşaddan Cəqanov ötürməsi yaxşı alınmışdı amma Tural Hacıyev taekvondo fəndi ilə zərbə endirir. Fazil bəydən gəldi. Səsləndirəcək. Sadiq. Cavidan zərbə mövqeyi axtarır, qüvvətli zərbə və gol! Cavidandan təkcə komanda yoldaşları deyil, Palestra da qol gözləyirdi. Top qapı ilə qucaqlaşır, dirək ilə qucaqlaşır, torla qucaqlaşır. Fazil bəy demişcə 1-0 hesab açılır. Ateş şahdan ateş asıldı. Bu da məndən gəlsin. Cavidan ötürmə ünvanına çatmır. Sadiq. Kesmədə ötürmə. Aşın özü topu irəliyir. Sağsına ötürmə. Əli. Alınmadı cəhdi. Cavidan. Müdafiə arxasına planlaşdırmış ötürmə ünvanına çatmır. Bəli, belə maraqlı şərhləriniz, fikirləriniz varsa, bu mənim üçün yenilik olar, maraqlı olar. Sizin üçün də əyləncəli olar. Şərhləriniz gəlsin. Qapısı reflekslərinə dair də şərhlərimiz maraqlıdır. Tural Hacıyev əli ilə oynadı. Rəhman. Şans. Ötürmə yaxşı alınmalı. Gəldi bir ifadələr. Baxaq. Uyğunlaşdıracağıq mütləq. Yeni gələnlər. Bunu paylaşaraq bəyənməyi də unutmayın yoldaşlar. Cavidan. Rəşad. Top qapıdan yan kəsdi.
Qaptan zərbə. Sadiqdən sağ ağzına ötürmə gəldi. Üsal. Ara ötürməsi geri idi. Rəhman yanında Cavidan. Geriyə çəkilir. Yaşar. Tək toxunuşda ötürmə zamanı bir qədər səhvi yol vermişdi və riskli ötürmələr Cavidanın qolu oyunu ateşləndirsə belə bu ötürmələr bir anlıq onların qəlblərini titrədir, qorxuya salır. Tural Hacıyevin ötürməsi keçmir. Oyuna əlavələr gəlsin. Rəşad blok qoyuldu zərbəyə. Daha bir zərbə Topkapının üzərinə keçdi. Stadionda. Sadiq sol cinatlı oynadı elə. Yenidən Sadiq. Üsalla divar pası. Sadiq yaxşı ara blok. Üçüncüdən zərbə. Ünvansız ötürmə. Auto yollanar. Rəhman. Cavidan Topkapdan yan keçir. Ohohoho! Koça Signora. Ona top qəbulu, ona pası idi. Əhsən Rəşad. Nə qədər qocalsan da deyərə min cavana deyir bu ötürməsi ilə. Daha bir zərbə Cavidandan blok gəlir. Out. Cümə qarşılandı. Üstün əmrəsi ateş şatdan gələcək. Tural Hacıyev. Hacıyev bütün qaraçuqur gördü ötürməni oraya edəcəyini. Yeniden Tural. Bir pauza geldi. Zərbə və gol! Tural Hacıyev 2-0. Bir pauzayla golkiperi dəf etməyə bacarır. Aşırma zərbə. Torlara qovuşur. Bax indi kapitan ateşləndirir. Ateşşah komandasını həmçinin oyunu. Sadiq. Sal yenidən Sadiq oynadı. Sağsın Əli. Out. Əli boşluq axtar ötürmə etmək üçün mərkəz doğru gəldi. Aydından yenidən Əliyə. Sadiq. Sal. Ötürmə Rəşaddan keçmir. Out. Bir qapçı qurtarışı üçün izləyicimizdən var şərh. Gələn kimi o şərhdə gələcək. Ötürmə zamanı bir qədər səhvə yol verdi golkiper. Sadiq, müqavimətin cümləsi. Qol axtarışındadılar. Sadiqdən zərbə Topkapdan yana keçir. Toxmuş var rəqibdən korner. Rəhman. Cavidana gəldi top. Cavidan Rəhman. Ay Rəhman və gol 3-0. Top torda. Bir anlıq fərqlənə bilmədi zənn etdiyi boş qapıda. Top ayağına bir anlıq yapışır. Büdrətdi onu amma ayaq sayılığını itirmədi Rəhman. 3-0 edir Ateşşah. İzləyicilərdən bax, qol sevinclərinə bir şərhçi olaraq reaksiyalarımız nə olardı, nə ifadələr səsləndirərdiniz? Yazın, sizin adınızdan səsləndirəcəyim. Maraqlı olsun bir qədər. Qapçı qurtarışları da ola bilər. Bəli. Bilişimi kimi. Emil. Türmə keçmir. Out.
Rəhman atəş şahdan sürətə eşitdim əmləsi 2 nəfər atəsindən sürətləndi. Cavidan 4-0 edir hesabı. 4-0 dubl imza atır Cavidan. Atəş şahdan daha bir atəş açılır. Artıq birinci hissənin bitməsinə son 3 dəqiqə qalır. Sadiq buraxılan bu qollardan birinin və bir neçəsinin oy. Ruslanla gözəl refleks sanki əlcəkləri sehirlənib. Mükəmməl reaksiya gəldi ondan. Eşsüm əmləsi Cavidan ötürməsi keçmir. Bu arada bu bizim Fazil adında olan izləyicimizin şəhətçi ifadəsi idi. Sehirli əlcəklər ifadəsi. Buraya Qaraçıqır Ağır stadionda. Bir şəhətçi ifadələri səsləndirəcək adlarıyla. Qol sevincləri. Rəhman ötürməsi. Tural Hacıyev 5-0. Yəsən məsələni ilk hissədə həll etmək istəyir. Atəş Şah. Dubl gəlir Hacıyevdən. Rəşad Ruslan Cavidan qəbul etdi. İtirdi topu Sadiq. Sadiqin zərbəsi yenə də yaxın küncdə seyirli toxunuşlarına edir Ruslan. Emil müdafiə arxasına doğru ötürməz. Sadiq endirə bilmədi zərbəni. Əslində müqavimət komandası yaxşı başlamışdı maça. Amma heç gözləmədik belə bir nəticəni bir anlıq ard-arda 5 qol. Cavabsız qol. Sadiq. Sallan solsuna. Emil qarşıladı ötürməni. Cavidan. Tural. Bu dəfə alınmadı. 24-də keçir. Rəhmanın zərbəsi qapdan yana keçdi. Amaxı bəzən. Nə var, nə yox. Yaşar. Cavidan. Cavidan 2 rəqibini içəridə qoydu. Amma qapçı bu dəfə qarşılayır. Tural. Və beləliklə ilk hissəyə yekunlaşır qısa fasilədən sonra. İkinci hissədə görüşmək ümidlərilik. Bir də vaxtınız xeyir olsun. Siz futbol sevərlər artıq maçında ikinci hissəsi start götürür. İlk hissəni Atəş Şah komandasının 5 cavabsız qolu ilə yekunlaşdırdıq. Müqavimət komandası ilə mübarizədə baxaq görək. İkinci hissədə müqavimətdən bir müqavimət gələcəkmi? Atəş Şah'a qarşı. İtirdilər ilk hissədə müqavimətlərini. Bir həmlə gəlməlidir, qollar gəlməlidir, bir açılış etməlidirlər. Atəş Şah göy forma ilə. Göy rəng. Göy ilə onu. Yusif. Müqavimətdən ikinci hissədə ilk hücum onlardan gəlir. Zərbə qeyri dəqiqə onunla. Şad. Anda Cavidan. Yaşar da oynadı. Keçmə ötürmə Sadiq. Qaptan zərbə bəyənməyi
Unutmayın ha yoldaşlar. Aramızda eğer səhifəmizi izləməyə almayan varsa tam elə ekranın yuxarısında Heydər adının yanında izləyin, takip et. Elə bir buton var. Səhifəni izləməyə almağı da unutmayın. Yaşar sağ. Rəşad. Cavidan. Yaşar. Rəhmana top çatmadı. Sadiq. Çox uzatdı artıq. Tamamilə qapanmışdı. Həm önü, həm qalkiperi yaxın güncü bağlamışdı. Sadiq. Korner yer getirir. Tümə gəldi. Fariz başda səni bindirə bilmədi. Sadiq. Out. Bu dəfə isə Ateşşah out yerinə yetirir. Yaşar. Faiq. Cavidan var yanında. Yenidən Yaşar'a gəldi top. Out. Yoxdur deyəsən hal-hazırda burada uşaqlar. Yaşar. Cavidan. Out. İnşallah. Rəşad. Qayda pozulmuşdu ona qarşı. Hakim oyunu saxlayır. Rəhman, yenidən Faiq. Faiq. Çiğəqanal ötürmə Cavidan. Rəhman. Zərbə mövqeyi axtar Rəhman. Özü də zərbə indir, amma top qapının üzərindən keçdi. Sadiq. Tələsmək lazımdır. Sadiq zərbə indirir. Yenə Ruslan aman vermədi. Yenə Ruslan imkan vermir. Ateşşah haqlı olaraq qısa paslarla vaxtı aparır. Bəli. Haqlı olaraq eynən Faiq. Şar. Cavidan. Rəhmanla tək toxunuş ötürmə. Faiq. Yenə Cavidanın gerisinə doğru olsa da ötürmə, amma çətinliklə də olsa qəbul edir topu. Ağa. Çox gecikdirdi. Çox gecikdirdi. Rafiq təşəkkürlər. Yaşar. İstili hərəkətlər müdafiədə. Out. Daha bir zərbə indirildi. Yaxın günclər Ruslan yerindədir. Fariz. Rəhman sıyrılmağa çalışır rəqibinə. Qayda pozulub ona qarşı, amma hakim üstünlük prinsipini əməl etmişdi. İkinci dəfə saxladı. Əldə cibə gedir. Sarı vərəqə. Futboldan sonra. Sadəcə çay deyirlər. Rəhbəli çay. Pivə yazıb. Ofe, çay kakasın rəhbəsi ilə. Çay deyənlər var. Çay fetka ilə. Bəh. Gilasla əri. Özü daxil.
Fariz. Müdaxilə gəldi ona Sadiq. Hop ki, hamıda ortalıqda bildirmə zəhmət olmasa canımsan. 30 saniyədə sonra asılacaq narahat ol. O da mesaj geçsin deyə. Cavidan. Alta yolanda top. Rəşad. Faik. Yeniden Cavidan sahasına ötürmə. Rəhmanın zərbəsi qapısı dəfil edir. Gəliyan. Şey hazırlayan olsa. Oy, tabi korner mürəbbəsi ilə. Cavidan yanında Faik. Cavidan geriyə çəkilir. Ruslanla oynadı. Açılmadı. Faik. İndir də yanına qoy. Təndir çörəyi ilə. Yusif. Sadiq. Bir pauza gəldi. Zərbədə qaplayan keçir. Yerim var ki, qadın xayralarda yenə də uşaqlar da var həm də arasında az yaşlılar. Ona görə bəzən səs salıram, başa düşürəm. Yaşar. Cavidan. Yenə Yaşar. Faik. Cavidan. Artıq paslaşırlar. Ateşə komandası qol axtarışında deyirlər. Bu ötürmələrdə həm rəqibi yorurlar, istər fiziki, istər psixoloji, həm müdafiəni yarırlar, növbəti qola imza atmaq üçün, həm də vaxt qazanırlar. Hər tərəfli sərf edir onlara. Cavidan. Keçmə də ötürmə. Yeniden Cavidan. Sol zanaqla oynadı. Yaşar. Cavidan. Dabanla ötürmə. İyi hissetdi Rəhman orada. Qüvvətli zərbə Rəhmana yan kəsdi qapılan. Futboldan sonra nə gedir qəşək? Soyuq havada futbol oynayandan sonra çıxırsan meydançadan. İyi biçənlər, çayxorlar. Yaşar. Bitirdi topu. Zərbə bok. Daha bir zərbə qapıdan yan kəsdi. Ay ay ay, Fariz, Fariz. Boğulasın orada. Sadiq. Uzaqlaşdırılır top. Yusif. Yusifin də zərbəsinə blok qoydular. Və qayda pozulur Bursana qarşı bəli. Cavidan. Faik qəbul etdi. Sağ sahte Rəhman. Faik. Cavidan önə doğru ötürmə. Baxdı qapıya. Zərbə indirir amma
Top qapıdan yanı keçir. Müqavimət bugün müqavimətini itirdi. İstədikləri oyun oynaya bilmirlər. Həm də Ateşşah komandası o qədər də izin vermir. Sadiq, Əksü məmləsi müqavimətdən gələcək. Sadiq, Fariz. Yenidən Sadiq ötürməyə, amma toxunuş var müdafiəçilərdən. Üçüncüdən zərbə. Daha doğrusu out. Sadiq. Yusif. Toxunuş var mı? Qapısından. Yox, yox. Bir dəqiq zərbə indirmişdi. Bəli, Erişən, bəli. Rəhman. Cavidən qəbul etdi. İndi Rəhman. Tümən zamanına bir qədər toxunuş var idi rəqibdən. Kornerə yollandı top. Cavidan. Ruslan. Davana ötürmə. Tanımıram ki mən. Yusif. Cavidan. İkinci rəqimdən də sıyrılır. Geriyə çəkildi. Bir daha nəzərimizə çatdıraq. Göylü formada mübarizə aparan Ateşşah komandasının 5-0 üstünlüyü var. İkincisi artıq ortalardır. Bəli, Aura Qaraçukur. Nə maraqlıdır Raul. Video olaraq. Azər. Azər və gol nəhayət. Buraxılan qollardan birini əvəzə çıxar nəhayət. Beş-bir. Rəhman. Rəhmanın zərbəsi qapısı yerindədir. Cavidan zərbə qapının üzərindən keçir. Rəhman. Ruslan. Tümə qarşılanar. Faikdən sağ zaha. Altı yolladılar. Cavidandan taban zərbəsi qapıcı ayaq sayaq idi bu dəfə qapısında. Sadiq. Sadiqin zərbəsi yox, alınmadı. Yusifdən də zərbə gəlir, blok qoyurlar. Daha bir zərbə. Yox, divar hölüblər bugün müdafiədə də, qapıda da. Ateşşah komandası. Yusif. Gün zərbəsi. Yox, qapıdan zərbəyə işarə olunur.
Rəşad. Faik. Rəhman. Solsa Faik. Hava ötürməsi Cavidan. Rəhmanla bir il gəlir. Üçüncüdən zərbə qazandırdı. Qırıb. Oy oy oy, avtogol, avtogol, avtogol. Sadi geriyə çəkildi. Cavidan. Sadi. Ara ötürməsi suallaşdırdılar topu. Emil. Out. Rəhman. Yanında Faik. Cavidan. Enter Rəhman. Fırlandı. Saznaha Rəşad. Tünəldə Cavidan istiqamətində. Tural Hacıyev. Yaxın altılığa göndərir topu. Xətrik. Hacıyevdən. 7-1. Aydın. Yanda Sazik. Psixoloji sarsıntılar içərisindədir müqavimət komandası. Aydın. Sol znakla oynadı. Vüsal. Kesmir ötürməsi. Korner. Sen de oradan git. Bak getməsin də, bir də getməyəm. Bir sıraya gel. Sazi. Sağ ol, keçmədə ötürmə. Tural Hacıyev. Tural Hacıyev. Yan keçir bu dəfə zərbəsi. Aydın. Ruslan tərəf etdi. Qaydan top. Rusal. Yenə də Ruslan yerindədir. Faik. Müdaxilə edir amma Rusaldan son toxunuş var idi. Aramızda elə də səhifəni izləməyə almayan gözəl insanlar, dəyərli izləyicilər. Tam elə ekranın yuxarısında Eydər adının yanında izləyinmi, takip et butonu, belə bir buton var. Səhifəni izləməyə unutmayın, dəyərli izləyicilər. Cavidan. Rəşad. Faik. Tural Hacıyev. Üçüncüdən zərbə qazandırır. Oy oy oy. Cavidan 8-1 edir hesabı. Bir toxunuşla uzaq küncə yolladı topu. Növbəti qol Cavidandan. Yusif. Sizcə bu maçın ən yaxşısı kimdir? Kəs adını yazın. Faik. Sadiq çatdırdı özünü. Sadiqə qarşı qayda pozulub. Aydın. Və beləliklə hakim də final fitini səsləndirir. 8-1 hesabı ilə qalib gəlir bu maçdan.
Ateşgah komandası 3 xallı aktivlərinə yazılır bizdə reportajımızı. Sona çatdırıq oyun boyunca sinəməydim şəxsinizi edərsən. Növbəti maçlarda görüşmək üzrə. Sağ olun. Salamat qalın.